Və son olaraq D sualına baxaq. Əvvəl son şərti ilə tanış olaq. Son şərtini bizə deyir ki, dairəvi formada bir 0-dan n-1-ə qədər indekslənmiş, yəni cəmilikdə n dənə sektordan ibarət bir kosmik stansiyalar var. Bizdə belə test case üzərindən geçsək, bu belə ki, son olaraq baxdığımız bir cavabdırsa, bizdə belə bir alqoritm var ki, bizim robotumuz 0 indeksdən başlayır, 2-2, yəni növbəti 2 addım gedərək bir bütün ta başladığı yerə gəlib çıxana qədər bir bütün hər bir yerə gedir və ora 10 vahid maye su buraxır. Yəni oranı soğutmaq üçün belə ora 10 vahid su əlavə olunur. Bu şəkildə məsələn baxsaq 0-dan başladı, sonra 2-yə, sonra 4-ə və sonra 0-a təzədən gəldiyi üçün gördüyünüz kimi artıq durur. Sonra 1 3 5 1-dən başlayır, sonra 3 addım gedir, sonra təzədən bura qayıdır və burada durur. İndi bizdən soruşur ki, uzunluğu 6 olan və 2 dənə robotumuz olsa və hərəsinin operasiyaları bunlar olsa, ən sonda bizdə ümumi massivimiz, yəni ümumi hər sektordakı mayələrin sayı nə qədər olar? Bunu tapın. Son şərti bu qədər, amma subtasklar çox qəşəngdir. Subtasklara həqiqətən bir maraqlı subtasklar var. Birinci subtaskımızda n və q, yəni querylərin sayı və uzunluğumuz 1000-dən kiçik bərabərdir. Yəni əslində belə brute force həll olaraq, yəni başlayıb, yəni deyiləni sadəcə olduğu kimi 0-a təzədən çatana qədər while-la hər dəfə indi olduğu indeksin üstünə s gələ-gələ mən gedib baxıb və həmin s-ə çatanda da 10 vahid hər massivi əlavə eləyə getsəm, bu zamana düşmədən bunu 10 bal ala bilərik. Yəni bu həlli yazsaq. İkinci subtaskımız önəmlidir əsas. Yəni ikinci subtaska nə deyir? S ya 1 ola bilər, ya da n ola bilər. S-in 1 olmağı o deməkdir ki, yəni mən həmin mayeni bir-bir hər bir nöqtəyə gedəcəm və orada müəyyən qədər maye əlavə eləyəcəm. Və n olmaq bu deməkdir ki, özündə bir də n addım gedib təzədən artıq özünə gəlmiş olacaq. Yəni əslində bu o deməkdir ki, ya hamısını əlavə eləyirəm, ya da ancaq özünü əlavə eləyə bilərəm. Yəni başqa 2 dənə, 3 falan gedə bilmirəm. Bu yolun həlli də əslində çox sadədir. Bir total dəyişəni götürərsiniz. Əgər s 1-dirsə, totalın üstünə c-ni əlavə eləyərik. Yox, əgər s n-ə bərabərdirsə, bu zamanda A massivində, yəni hamısı 0 olan bir massiv götürərik, vektor götürərik, fərqi yoxdur. Həmin belə A massivində i-nin, yəni daha doğrusu s-in üstünə, daha doğrusu x-in üstünə, ax-in üstünə c-ni gələrəm və sonda çıxışa verəndə də hər dəfə forda gedəndə a-yı üstə gəlsin total. Onsuz da total nə demək? Yəni hamısına əlavə olunub da bu, düzdür? Ona görə mən o total da bir də hamısının üstünə bir-bir gələcəm. Bu da 15 ballıq həldir. S kiçikdir 10 halı, yəni S kiçikdir 10 halını tapanda avtomatik əslində digər subtaskın da həlli ağla gəlməli idi. S kiçikdir 10 halında xüsusi bir, yəni daha sadə yolla düşünməli ola bilsək, nə düşünə bilərik əslində? Bu da maraqlı bir sualdır. Düzə qalsa ağlımda bir fikir yoxdur, amma dediyim kimi, əgər bunun, yəni bir həll var düzünə qalsa, amma yəni spesifik bir həll yoxdur. Yəni yüzlük həlli yazanda avtomatik bu da ağla gəlir və ya bunun həllini tapanda avtomatik yüzlük həll də ağla gəlir. Ona görə məncə elə bir dəfəlik yüzlük hala baxaq, yəni əlavə məhdudiyyət yoxdura baxmağa çalışaq. O zaman sadə yolla belə başlayaq. Birinci bunu başa düşməliyik ki, baxın, 0-dan başladıqsa biz 100% gəlib 0-da bitirməliyik. 1-də başladıqsa gəlib təzədən 1-də bitirməliyik. Yəni, neynirsə eləyək, axırda gəlib özündə bitirməliyik.
Onda belə bir şey deyə biləcəm ki, əgər uzunluğum n-dirsə və mən ss addım atıramsa, onda gəlib təzən özümdə bitirirəmsə, tamam, yəni x-da başlayıramsa, s addım, s addım, s addım gedirəmsə, gəlib təzən özümdə bitirirəmsə, deməli, burada xüsusi bir məqamlar olacaq. Bu nədir? Məsələn, əgər massivimizin uzunluğunu 5 götürsək, tamam, 5 dənə 0 kimi düşünün və deyək ki, s-i də 3 kimi düşünək. N 5-dir, S 3-dür. Sadəcə hallara baxaq ki, biraz başa düşməyə çalışaq. İndeks yazıram. 0, 1, 2, 3, 4. Deyək ki, başlayaq. Fərqi yoxdur. Özünüz görəcəksiniz. 2-dən başlayaq deyək ki. 3 addım getsək, 1, 2, 3. Gəlib 1-ə çıxırıq. 3 addım getsək, gəlib 3-ə çıxırıq. 3 addım getsək, 1-ə çıxırıq. 3 addım getsək, 4-ə çıxırıq. 3 addım getsək, 2-yə çıxırıq. Baxın, özünüz də gördüyünüz kimi, bir-bir bütün nöqtələri gəzmiş oldum. Amma yox, məsələn, mən uzunluğumu 6 götürsəm, 6 götürəndə nə baş verir? Baxın, altdan 1-ə yazıram. 2-də başladım deyək. 2-də başladım deyək. 2-dən 3 addım gedirəm 6-ya. 3 addımda gedirəm. Bu 5 olur. Mən 6 yazdım buna. 5-ə, 5-dən də 3 addım gedirəm, təzən gəlirəm 2-yə çıxıram. Yəni, bunu başa düşmək lazımdır ki, baxın, əgər S məndə n-in bölənidirsə, tamam, o zaman nə baş verəcək? Aralarında müəyyən bir şey yaranacaq, dövr yaranacaq. Yox, böləni deyilsə, o zaman da bir-bir bütün nöqtələrə gedib bir-bir baxmış olacaq. Bunu sadəcə bir başa düşmək lazımdır. Bunu başa düşəndən sonra biz artıq nə nəticəyə gələcəyik? Yaxşı, bu bir-bir bütün nöqtələrə gedir və hansı nöqtələrə gedir? Mən bunu necə təyin edeyim? Əgər, məsələn, B deyək də, yenə 0, 1, 2, 3, 4, 5 kimi yazsam, deyək ki, məndə S2 götürsəm, onda, baxın, hardan başlamağımdan asılı olmayaraq, mən buradan başlasam, bu bir dənədən bir götürə-götürə gedəcək, düzdür? Onda belə deyə bilərəm ki, əgər 0-dan başlasam, onda 0, 2, 4, yəni 0, 2, 4-dən hansından başlamağımdan asılı olmayaraq başlasam, yenə ancaq 0, 2, 4 təsirlənəcək. Və yaxud da 1-də, 3-də, 5-də hər hansısa birində başlasam, yenə ancaq 1, 3, 5 təsirlənəcək. Bunun ölçüsünü uzada da bilərsiniz. S3 götürsək 2 əvəzinə, baxın, artıq görəcəksiniz ki, 2-dən yox, keçəcəyik üçlü bir hala baxmağa. Bu nə deməkdir? Yəni, 0, 1, 2. 0-da başlasaq 3 və təzədən 0. Yəni, ancaq ikisi təsirlənir həmişə. 1-də başlasaq 1, 4, təzədən 1, yenə ikisi təsirlənir. Yəni, harda başlayırsınızsa, onun getdikləri nöqtələr bunu bizə verir ki, siz o nöqtədə başlasaydınız da, yenə gəlib bu nöqtəni görəcəydiniz. Tamam? Bunu da başa düşürüksə, davam edək. Aha, artıq mənə belə bir fikir yaranır ki, mən əgər bu nöqtəyə C artırıramsa, deməli, buna da C artırmalıyam və yaxud da bunu ilə eyni vaxtda bayaqdan danışdığımız paralellik orada da varsa, orada C artırıram. Onda mən hamısına gedib bir-bir artırmaq əvəzinə, mən sadəcə əvvəldəkini artırmağım, əslində bunlara sonradan gedib bunları artırmağım kimi bir şey olacaq. Yəni, mən bunu yadda saxlayacam və deyəcəm ki, gələcəkdə gedim onu artırım. Bunu lazy segmentri məntiqi kimi düşünə bilərsiniz. Kodda lazy segmentri yoxdur, sadəcə bilənlər daha da izahlayıcı olacağı üçün düşünə bilər. Sonrası nisbətən asan gəlməyə başlamayacaq əslində. Biraz sadəcə baxaq. Artıq mən belə qərara gəlirəm ki, məndə S neçədirsə, SS bölə-bölə getsəm və SS bölə-bölə gedəndə qalığım qalmırsa, yəni axıra kimi tam bölünürsə, bu da artıq indi gələcəm buna tam izahına. SS bölünürsə, onda mən
bir cavabı gedib hamısı üçün S-də update eləməli deyiləm. Yəni hərəsinə bir dənə düşür. Gedib hamısı üçün update eləməli deyiləm. Birində yadda saxlasam, gələcəkdə gedib sonra da bunlara da cavab ötürərəm. Yaxşı, bəs axıra kimi gedib bölünmək nə deməkdir? Məsələn, biz bayaq gördük. 5 və 2. 5 və 2-də görək nə baş verir? 2-də fərq yoxdur. 3-də başlayın. 3, 5, 5-dən sonra 2, 4, 4-dən sonra təzədən 1. Gördünüz, bütün notlara getdi. Əgər, belə deyək də, indi verilən 2 ədədimiz, yəni n və s ədədimiz artıq daha eləyək, bir-birinin s, n-in böləni deyilsə, tamam, o zaman mən belə qərara gələcəm ki, bu gedib bütün notları deməli update eləyəcək. Amma yox, bir arada bir bölənlik əlaqə varsa, yəni əbobları, GCD-ləri birdən fərqlidirsə, deməli, müəyyən bir, yenə dediyim kimi, subtopiklər olacaq. Bu subların birində update eləməyimiz digərləri üçün də bəs eləmiş olacaq. Və yaxşı, neçə dənə sabım var? Onun qərarı ədədin bölənləri dəstəsində. Ədədin bölənlərini taparam. Məsələn, ixtiyari bir x ədədi götürsək, bu x ədədinin bölənlərini taparam. Bu x ədədinin bölənlərini tapandan sonra mən görəcəm ki, məsələn, özünüz də bayaq fikir verdiksə, 2 olanda sadəcə ilk x-i üçün update eləməyimiz bəs idi. Bölən 3 olanda ilk 3-ü üçün götürməyimiz bəs idi. Və yaxud da hamısı tək olsa, bütöv götürməyimiz bəs eləyəcək. Və ya əbob 1 olsa, ancaq əbob 1 yox, özü olsa, elə ancaq bunu götürməyimiz bəs eləyəcək. Yəni, artıq məqsəd nədir? Mən gedib ədəd üçün ədədin bütün bölənlərini tapıram. Sonra artıq bir matrix quracam. Matrix bu şəkildə olacaq. Bir nümunə götürək. Elə test case-in özünü götürək. 6, 2 idi, səhv eləmirəmsə. 0, 2, 10, 2, 10, 1, 3, 5. Baxın, eləyəcəyimiz bu olacaq ki, əvvəlcə 6 ədədinin bütün bölənlərini tapıram. Sırayla yazsaq, 1, 2, 3 və 6. Sonra, uzunluğu sabit deyil, yəni assign eləyəcəyik burada. Bir dənə uzunluğu 1 olan vektor, uzunluğu 2 olan vektor, uzunluğu 3 olan vektor və uzunluğu 6 olan vektor. Baxın, burada yenə vurğuladığım kimi, bunu eləməyimizin səbəbi nədir? Çünki, yox, bir dənə çox yazdım. Bunu eləməyimizin səbəbi odur ki, məsələn, 2 olanda, deyək ki, bölən 2 olanda, S2 olanda, artıq x-i 2 dənə müxtəlif hal vardır. Ya, belə, sıfırlar var, yəni, sıfırdan indeksləyəndə deyəndə cüt indekslər, bir də tək indekslər var. S3 olanda, yəni daha böyük bir aralıq baxanda, ya bu ola bilər, bu ola bilər, bu ola bilər. Sonra yenə baxın, bu 1 ilə 3 0 təkrardır. 4 ilə 1 təkrardır. 5 ilə 2 təkrardır. Siz 5-də də başlasaz, yenə gəlib 2-yə ədəd artırmalısınız. Yəni artıq 5-də başlamaqla 2-də başlamaq eynidir. Və 2-də yadda saxlasam, gələcəkdə onun 5-in də üstünə update eləyəcəm. Və dediyim kimi, bu massivi daha sonra matrixi saxlayırıq. Sonra eləyəcəyim nədir? Əvvəl qərar verirəm ki, mən hansı bölənə baxıram. Bunu da necə tapacağıq? Bir-bir artıq test case-lərlə gedək. Məsələn, 0, 2, 10. 2 olmağı bu deməkdir ki, yəni artıq baxın 2 ki addımlayacağam. 6 ilə 2-nin əbobu mənə verəcək 2-ni. Gəlirəm 2-ni axtarıram. 2 buradadır. 0 faiz 2-ni tapıram. Niyə 0 faiz 2-ni tapıram? Çünki belə də artıq məsələn bu 5 də olsaydı 5 0 2 yox 5 yox deyək ki 4 0 2 olsaydı yenə eyni şey gəlir. Bayaqdan dediyim məntiq. Yəni əgər 4-ü artırıramsa, deməli 2-ni artırıram. 2-ni artırıramsa, deməli 0-ı artırıram.
Yəni hamısını sonuncu subtopikdənsə birinci subtopikdə hər şeyi eyni subtopikin içində yığmağa tərcih edəcəm. 4%-2 mənə 0 verir və yaxud da 0%2 mənə 0 verir. Yəni gəlirəm 2-nin bu valuesunu, yəni 0-cı valuesunu 10% artırıram. Aydındır? Və bunu belə eləməyim, əslində gəlin bunu fərqli rənglə yazdım. Sanki baxın bu 10-0, 10-0, 10-0 şəklində təkrarlana n-ə qədər gedir. Yəni uzunluğum n olana qədər gedir. Və yaxud da mən bunu 1 artırsam, məsələn deyək, 0, 1, 0. Yəni bunu sadəcə kopyalayıb təzədən yapışdırırammış kimi effekti verəcək. Bunu artırıramsa 1, 1, 1 şəklində, yəni bu təkrarlana gedəcək. Sadəcə o təkrarlarda update eləməmək üçün mən bir yerdə, sadəcə bir dənəsində saxlayıram. Ümid edirəm ki, aydındır. Göyləri qaytarıram. Sonra 5. Biraz verək qabağa. Biraz da. Neyse, gəl bunu əllə yazaq. Bu oldu 10. Sonra 1, 3, 5. Baxın. 6 ilə 3-ün əbobu yenə 3-dür. Deməli 3 massivində, yəni 3-lük sub hissələrə bölə-bölə getdiyim vaxtda mən gedib nə edəcəm? 5 vahid artırmalı olacam. Nəyi? 1 indeksini. 0, 1. Yəni bunu eləyəcəm 5. Bu 10 bütödür. Bu ilə qurtardıq. İndi gəldik əsl massivi yığmağa. Nə dedik? Bu təkrar gedir. Bu ortada 5 var. Burada sıfırlar var. Burada bir 10-0, 10-0 şəklində gedir. İndi baxın. Birinci massivin içini artırmış oluram. Bir dənə bura var da, düzdür? Eləyir 10. Bura eləyəcək 5. Bura eləyəcək 10. Sonra bura eləyəcək 0. Bura eləyəcək 15. Və sonuncu da eləyəcək 0. Yəni heç bir şey yoxdur. Və bununla 15, 10, 0, 15, 0. Həqiqətən gəlib neyirəm və görürəm ki, massivi almış oluram. Əsas ideya buradan gəlir. Yəni bu subtopiklərə bölə-bölə gedəcəyik hər birinin uzunluğunu və görürsünüz ki, bu təkrardır. Sadəcə təkrar yazmamaq üçün yazıram. Bu şəkildə gedir. Yaxşı, və bundan buna necə keçid eləmək olar rahat şəkildə? Onu da biz belə baxacağıq. I indeksini götürəcəyik. Tamam, yəni deyirəm ki, bu 10-u tapmağa çalışıram. Tamam. Sonra qalxıram biraz yuxarı. Deyirəm ki, belə də bunun təkrarı neçədir? 2-dir. Onda i-ci bütün bölənlər üçün eləyəcəm bunu. Deyəcəm ki, get məsələn j böləndirsə, ansının üstünə deyək ki, indi kodda daha rahat görəcəyik. Üstünə gəl bərabərdir v-də yadda saxlayacağım. Bu matrixə v desək, j-ci bölən hissəsində, yəni j ədədinin hardadırsa, üstə gəlinsin, yəni ikinci hissənin, deyək ki, yəni bir bütün bölənlərinə baxıram da bunun. Və həmin hissədə neynə? Yəni x-sa, x-cı yerdən başlayıbsa, x faiz, daha x yox, saçdım, i. Yəni for gedir yaxı hissə 2-lərə. For faiz dj. D burada bölənlər massividir. Kodda görəcəyik onu. Və bunu. Yəni artıq, məsələn deyək ki, 15-ə baxanda 15-in indeksi nədir? 0, 1, 2, 3, 4-dür, düzdür? Deyəcəyik ki, 15-in indeksi 4-dürmü? 0, 1, 2, 3, 4. Aha. Deyəcəyik ki, 4 faiz, məsələn, bir dəfə götürəcəyik 2-ni, 4 faiz 2 bizə 10-u verəcək. Bir dəfə də 4 faiz 3 bizə verəcək 1-i. Baxın, 0 verdiyində 2-nin 0-cı yerdə duranı 10-dur. 3-cü hissədə də 3-ün 1-ci yerində duranı 5-dir. Bu ikisini cəmləyib 15 götürəcəm. Kodda da rahat görə bilərik. Onun üçün keçək koda. Keçək koda. Koda baxanda da kodda da çox çətin bir şey yoxdur. Birinci bunu vurğulayaq ki, burada mən GCD funksiyasını əllə yazmışam. Çünki mənim kompüterim GCD funksiyasını, kod bloksum, yəni
hazır GCD funksiyasını dəstəkləmir. Amma səhv etmirəmsə C++ 17-dən sonrası GCD funksiyasını avtomatik dəstəklədiyi üçün bunu yazmağımıza ehtiyac olmayacaq. Aha, sonra aşağıya düşdükcə input alıram yavaş-yavaş. Input səhv yerə girdim. Inputumuz M və Q-nu, sonra hər sətirdə də, Q dənə sətirdə də bu querylər var. N və Q-nu alandan sonra mən birinci nə edirəm? Bu Q dənə sətri almamışdan qabaq bir hesablamalar edirəm. Bu hesablamalar nədir? Gəlin birinci ona baxaq. Vektorum var. Bu vektor N ədədinin bölənlərini yadda saxlayacaq. Mapin nə olduğuna gələcəm. Bir-bir gedirəm. Birdən N-ə, çünki zamana düşmürəm. Birdən N-ə gedib rahatlıqla bölənləri tapa bilirəm. Və mapdə belə deyək, MI bərabərdir count deyirəm. Bu countun iki məqsədi var. Bir, mənə totalda baxanda, count plus-plusların sayına baxsaq, onsuz görürsünüz ki, totalda mənə N ədədinin neçə dənə böləni olduğunu yadda saxlayır. Amma niyə mən burada count-a bərabər edirəm? Həm də bunu bir başqa J dəyişəni kimi düşünə bilərsiniz. Yəni, mən mapdə yadda saxlayıram ki, indi baxdığım bölən, yəni, deyək ki, əgər 6-nın bölənlərini qısaca yazsaq, 1, 2, 3, 6-dır. Mən mapim yadda saxlayır ki, 0, 1, 2, 3. Yadda saxlayır ki, 3 ədədi neçənci bölənidir? İkinci bölənidir. 1 ədəd neçənci bölənidir? 0-cı bölənidir. Yəni, bunlara bölənlərə bir indeks verir və onu da yadda saxlayır. Bu mapin burada mənası budur. Sonra, mapi bölənləri yığıb qutarandan sonra o bayaqdan danışdığımız matrix var. Matrix qururuq. Matriximizin uzunluğu countdur. Yəni, özünüz də bayaq gördük ki, neçə ədədimiz var? 4 dənə, yəni bölənlərin sayı qədər. Amma görürsünüz də, 0-dan indekslənməyib. 1, 2, 3, 6. Yəni, bu heç indeksləmə də deyil. Oradakı, baxın, mapin burada faydası bu olacaq. Map, yəni artıq bu 0-dan indeksləmə aparacaq bizim əvəzimizə. Yəni, mən indeksə müraciət eləmək istəyəndə M1 yazmalı olacam. Yəni, o gedib mənə 0 verəcək. Və yaxud da 3-ün indeksini tapmaq istəsəm, əslində M3 yazacam, M3 yazacam, o mənə gedib 2-ni verəcək. Və 6 yazsam da 3-ü verəcək. Yəni, map burada indeksləməni yadda saxlayır. Gedirəm, hər birini, baxın, hər bir vektorun uzunluğunu DI-yə çevirirəm. DI nədir? Şeyimin uzunluğu. DI, yəni, i-nci bölənimizdir. Mapə vektora əlavə elədiyimiz. Və sıfırlar, hamısını sıfırlarla doldururam. Yəni, artıq belə bir effekt yaranır. Birinciyə 0, yəni, sayı qədər ədəd qoyur. Ki, təkrarlanmamız, axı biz bundan danışdıq da, təkrarlanmağımız bu qədərdir. Daha sonra düşürük aşağı, artıq queryləri alıram. Baxın, queryləri aldıqca mən N-lə S-in GCD-sinə baxıram. N-lə S-in GCD-si mənə verəcək ki, bu müəyyən bir dövrə düşürükmü, yoxsa düşmürükmü? C 1 olsa, onsuz özünüz də görürsünüz ki, C1 olsa gəlib bura artıracaq, tamam. Amma, yəni, C-nin neçə olmağından asılı olmayaraq, C artıq mənə bir, belə də o dövrün neçə olduğunu qaytarır. Və indeksdə gedirik ki, baxırıq ki, həmin o indeks məndə neçə idi? Yəni, belə desək, məsələn, 2 verəndə, 2 tapıbsa C-ni, M2 mənə qaytaracaq 1-i. İndeks gəldi 1-i tapdı. Və biz axı bilirik, matrixə, yəni 0-dan indekslənib deyə, mən artıq sonradan ancaq 1 istifadə eləyəcəm. 2-nin əvəzinə. Və 1, yəni o həmin sətirdə x% c-ni, yəni c onsuz bölənimizdir də, yəni belə də x% c-ni gedib tapıb, onu c-vaid artırıram. Yəni buradan bayaq ekrandan da göstərdiyim kimi 0-ı 10 eləyirəm. Sonra 3 üçün baxanda bunu 5 eləyəcəm. Yəni, gəlib bunu burada var idisə də bura köçürmüş kimi davranacam. Bu da qutarandan sonra querylərimiz, aha, gedib hər bir ədəd üçün mən ədəd hesablamalıyam. Deyirəm ki, i ədədi üçün, tamam, bir sum, yəni
həmin sətirə çıxışa verəcəyim ədəd üçün, məsələn 10 üçün bir sam hesablamalıyam. O sam da nədir? Mən gedib bütün belə deyək də sütun boyu baxmalıyam. Yəni bütün sütuna baxmalıyam. Onun üçün sütunun sayısı qədər gedirəm və sütundakı indeksin, həmin sütunun indeksi J olduğu üçün bu sütunun indeksidir və i faiz dj. Bu da bizə səbəbi nədir? dj mənə onsuz da onun uzunluğudur. Yəni B deyək də, deyək ki, bu sətrə baxırdımsa, bayaq yazmışdım bunu. 15-ə baxırdımsa, 15-i tapmaq istəyirdimsə, mənim indeksim hal-hazırda 4-dür. Mən bir 4%-2-yə baxmalıyam. Gedib 2-ni tapıb 0, 0-dan gedib bunu 10-u tapmalıyam. Bir də 4%3-dən 1-i tapıb gəlib 3-ün 1-inə baxmalıyam, o da 5-dir. Və 15-in üstünə əlavə eləməliyəm. Bu şəkildə də hər bir element üçün samı tapıb, o samı çıxışa veririk və boşluqdan veririk. Bəzilərimizin ağlında sual yana bilər ki, time-ı nədir bunun? ON-dir, ON-dir. ON deyil əslində, amma belə deyə bilərik. Bütün bölənlərinin cəmidir, düzdür? Ədədin bütün bölənlərinin cəmi. Və göstərə bilərik ki, ədədin bütün bölənlərinin cəmi n log n-ə yaxın bir ədəddir əslində. O aralıqda bir şeydir. Nə dediyim kimi, n kvadratı deyil. Tamam? Yəni n log n-dir və bu da əslində bizə bəs edir. Və burada da yenə görsəz count qədər gedirik. Bu da n kök n-dir hardasa, amma bəs eləyir. Yəni zamanı düşməyəcək qədər dövr bəs eləyir. Belə. Bununla da demək olar ki, kodumuz bitir. Dinlədiyiniz üçün təşəkkürlər.